Bəziləri belə deyirlər ki, Allahı sevmək lazımdır, ondan qorxmaq lazım deyil. Bu barədə nə deyə bilərsiniz? Bəli, Allahı sevmək lazımdır, şək yoxdur. Və Allaha sevgi ən böyük ibadətlərdəndir və əsas ibadətlərdəndir. Və lakin burada sual yaranır. İnsan Allaha asi olanda nə fikirləşməlidir? Ki, mən onu sevirəm. Bəzi insanlar belə allanır. Deyir ki, mən Allahı sevirəm, Allah mənə cəza verməyəcək. Ona görə Allahı sevmək lazımdır həmişə, şək yoxdur. Və lakin qorxmaq da o demək deyil ki, dayanan yerdə otur belə qorx Allahdan. Yox. Yəni Allaha asi çıxmaqda qorxmalısan. Qorxmalısan ki, onun əmrlərini yerinə yetirməyəcəksən. Bundan qorxmalısan. Çünki Allah Subhanahu va Taala baxın nə deyir? İnnema yaxşallaha min ibadi ulema. Həqiqətən Allahdan yaxşa, yəni xəşyə nədir? Yəni elmlə Allahdan qorxarlar kim? Alimlər. Allah Subhanahu özü deyir, tərifləyir alimləri və deyir ki, onlar Allahdan qorxarlar. Yəni qorxarlar niyə görə? Çünki Allahı tanıyırlar. Bilirlər ki, Allaha asi olsalar, Allah əzab verəcək. Bəzən Allah Subhanahu va Taala cəhənnəm yaradıb. Cəhənnəmdə asi insanları, kafirlərə əzab verəcək. Niyə görə? O boyda şiddətli cəhənnəmdir ki, biz qorxmayaq. Ona görə Allah Subhanahu taala nəbbi ibadi enni enel gafurur rahim və enne azabi huvel azabul alim. Deyir mənim qullarıma xəbər ver ki, mən mərhəmətliyəm, rəhimliyəm və eyni zamanda mənim əzabım şiddətlidir və əzəmətlidir. Ona görə mömin həqiqətən bu balansı saxlamalıdır. Yəni ən birincisi Allahı sevməlidir hər bir halda və iki məsələdə orta yol tutmalıdır. Birincisi Allahdan qorxmaq, onun əksi nədir? Yəni ümid bəsləmək ki, Allah Subhanahu taala mənə həmişə bağışlayacaq. Bu iki tərəfdə insan ortada olmalıdır. Çünki sən yalnız Allahdan qorxsan, onda günah eləsən, deyəcəksən ki, Allah mənə daha bağışlamayacaq, Allah və əzab verəcək. Sən düşəcəksən təfritə. Bu tərəfdən ümid bəsləsən ki, mən nə günah eləsəm, Allah mənə bağışlayacaq, onda əksinə düşəcəksən ifrata. Artıq bu halda günahlar işlədəcəksən və deyəcəksən ki, nə olursa olsun Allah mərhəmətli. Ona görə Allah Subhanahu görürsüz deyir ki, xəbər ver ki, mənim əzabım şiddətlidir və eyni zamanda mən mərhəmətliyim. Ona görə ortada olmalısan. Günah işlətdinsə, tövbə eləməlisən və ümid bəsləməlisən ki, Allah Subhanahu taala səni bağışlayacaq. Günahdan qabaq Allahdan qorxmalısan və o günahı etməməlisən. Ona görə Allah Subhanahu taala görürsüz neçə dənə yerdə Quran-Kərimdə müttəqiləri tərif edir. Tərifləyir müttəqiləri. Müttəqi kimdir? Yəni təqvalı olanlar. Təqvalı olanlar təkcə Allahdan qorxmaq biraz da bəlkə düzgün tərcümə olmayacaq. Təqva sözü yəni vikaya sözündəndir. Qalxan. Vikaya yəni o şey ki, səni qoruyur. Yəni o əməlləri eləyirsən, salih əməlləri eləyirsən, günahlardan çəkindirirsən və beləliklə qalxan kimi Allahın əzabının arasında, öz və öz arasında bir qalxan yaradırsan və Allahın əzabından özünü qurtarırsan. Və təqva odur. Təqva yəni elmlə və əməllə Allah Subhanahu taala əzabından qorunmaq. Və düzgün tərcümə təqva odur. Hələ belə qorxmaq deyil. Allah da yaxşı.